Cənab Prezidentin yeritdiyi siyasət sayəsində olur. Qardan deyirsən, NATO bizim sərhədimizə gəlir, təhlükədir. Yox, biz deməli NATO-nun əməkdaşlıq eləyirik. Biz əməkdaşlıq eləyirik. Bizim Avro-Atlantik məkana daxil olmaq, NATO'nun üzvü, Avropa İttifaqının üzvü olmaq niyyətimiz yoxdur. Reaksiya TV'nin efirində yayımlanan siyasi reaksiya verilişində deputat Elman Nəsirov və ADP sədri Sərdar Cəloğlu arasında gərginlik yaranıb. Sərdar Cəloğlu bütün efir boyunca Elman Nəsirov'a fikirlərini izah etməyə mane olub və Elman Nəsirovu və Azərbaycan hökumətini Rusiya pərəstlikdə ittiham edib. Bu zaman müəyyən konflikt müşahidə edilib. Həmin görüntüləri təqdim edirik. Azərbaycan güc mərkəzlərinə bərabər məsafədədir. Azərbaycan prezidenti müstəqil siyasət həyata keçirir və biz qoşulmama hərəkatının üzvüyük. Biz heç bir hərbi bloka daxil olmuruq. Belə olan vəziyyətdə qərbdən bizə təzyiqlər edilir və indi deyəndə ki, Qarabağdan erməniləri biz qovmuşuq, nə eləmişik, bu yalan falan hekayələr. Bu dediyim kimi erməni xalqına olan sevgidən yerlər gəlmir. Bu Azərbaycana təzyiq məqsədi ilə həyata keçirilir. Məqsəd Azərbaycanı qərb tərəfə çəkib, üç dövlətin üçü də Cənubi Qafqazda qərb yönümlü siyasət həyata keçirsin. Bunu isə Cənubi Qafqazdan Rusiya tamamilə çıxmış olacaq. Amma biz buna getmirik. Biz qoşulmama hərəkatının öz diliyle dedi ki, biz Rusiyanın Cənubi Qafqazdan çıxmasını istəmirik. Ona görə Ermənistan, Azərbaycanla müharibələri bundan qızışdırır. Fikrimi tamamlamaq istəyirəm. Azərbaycan prezidenti müstəqil milli maraqlar söykənən siyasət həyata keçirir. Biz Moskva ilə yaxınlaşanda bu Vaşinqton və Brüssel əleyhinə deyil. Biz Brüssel və Vaşinqtonla yaxın münasibətdə olanda bu Kremlin əleyhinə deyil. Bunu çox gözəl bilirlər. Belə olmasaydı 6 dəfə, yoxsa 7 dəfə Rusiyanın və Amerika Birləşmiş Ştatlarının hərbi rəhbərliyinin, NATO'nun hərbi rəhbərliyinin görüşləri Bakıda keçirilməzdi. Bakıda keçirilməz. Bu Cənab Prezidentin yeritdiyi siyasət sayəsində olur. Qardan deyirsən, NATO bizim sərhədimizə gəlir, təhlükədir. Yox, biz deməli NATO-nun əməkdaşlıq eləyirik. Biz əməkdaşlıq eləyirik. Bizim Avro-Atlantik məkana daxil olmaq, NATO'nun üzvü, Avropa İttifaqının üzvü olmaq niyyətimiz yoxdur. Amma üzvü olmamaq o demək deyil ki, biz əməkdaşlığın əleyhinəyik. Məsələn, Norveç bugün Avropa İttifaqının üzvü deyil. Amma kim deyə bilər ki, Norveçin Avropa İttifaqının əməkdaşlığı üzv dövlətlərdən zəifdir? Xeyr, bunu söyləmək demək ki, mümkün deyil. Ona görə də Azərbaycan dövlətinin yeritdiyi müstəqil siyasət Qərbdə, Fransada, Birləşmiş Ştatlarda müəyyən dairələrin xoşuna gəlmir və bu səbəbdən də bizə təzyiq edirlər. İstəyirlər ki, biz neyiniyək? Biz Rusiya ilə münasibətləri gərginləşdirək, biz İranla münasibətləri gərginləşdirək, çünki Qərb belə istəyir. Biz bunu etsə nə baş verəcək? Bu vəziyyətdə Tehranda, Moskvada bizi sıxacaq. Biz sıxanda nə etməliyik? Biz onda öz könüllü ilə Qərbin yanına, Vaşinqtonun yanına gedəcəyik. Bu Qərbin siyasətinin mahiyyəti və fəlsəfəsi bundan ibarət. Şöqə bir gün sual verdi jurnalist ki, Qərb sizdən güclüdür, NATO, Birləşmiş Ştatlar bir yerdə qat-qat güclüdür. O gün cavabına bax. Dedi, bəli, təxminən 50 dəfə bizdən güclüdürlər. Və təxminən 50 dəfə də bizi məhv eləyə bilərlər. Biz onlardan 50 dəfə zəifik. Biz isə Birləşmiş Ştatlar və müttəfiqlərini 50 dəfə yox, 5 dəfə məhv eləyə bilərik. Bazı sual verdi. Sizcə fərqi var? 50 dəfə məhv eləyə, yoxsa 5 dəfə məhv eləyə? Əlbəttə var. Yəni, bugünkü dünyamızda... Sən o 5 dəfə nə idi, mən sən 50 dəfə məhv eləyə. Yəni, bilirsiniz, biri digərini 50 dəfə məhv eləyə yer üzündən silir. Digər o birisini 5 dəfə, yəni nüvə müharibəsinə qalib yoxdur. Bir anlıq siz təsəvvür edin ki, Rusiyanın nüvə silahı yoxdur və Ukraynanın müharibə vəziyyətindədir. Bilirsiniz, nələr baş verərdi? Rusiya qarşı nələr tətbiq eləyərdilər? Nüvə silahına malik olma vəziyyəti dəyişib və indi artıq Qərbin özü etiraf edir ki... Sən inanırsan ki, Rusiya nüvə müharibəsinə başlayacaq da? Qərbin özü bugün etiraf edir ki, Ukrayna müharibəsində bir çox şeylər düzgün hesablamayıblar. Hesablamayıblar ki, 150 mindən artıq Rus qoşunu məhv olduqdan sonra yəqin ki, Rus xalqı ayağa qalxar. Etiraf edirlər ki, bu baş vermədi. Qalxıb qaçacaq da. Güman edirlər ki, Ukraynada onlara Rusiyanın bütün strateji obyektlərinə vura biləcək, yaxın orta uzaq mənzilli raketlər veriləcək. Bu baş vermədi. Ukraynalılar elə demək olar ki, Ukrayna ərazisini vururlar.
Belqrad və s. çıxmaq şərti ilə. Belə olan vəziyyətdə indi məlum olur ki, siz hərbisiz İlham müəllim, siz yaxşı bilirsiniz. Bu günlər Rusiya artıq əks hücuma keçir və hər gün yeni yaşayış məntəqəsini işğal edir. Elə şey yoxdur. Yalandan danışma. İndi şey Hayır, bu televizyon Rusiya təbliğatına aparma, elə şey yoxdur. İndi Zelenski məlumat verdi ki, xeyli məntəqəni geri qaytarmışıq. Rusiya sabitləşdirmiş ki, hücum artıq dayanır Rusiyada. 2 dənə kəndi, boş kəndi tutub o... Zelenski deyir ki, bizə əgər tezliklə silah, sursat verilməsə, vəziyyət ən gözlənilməz, ən pis silahsız adamı... Silah da verilmir. Verilməsə narahat olmur.